Eyni işarəli tam ədədlərin vurulması, yəni ya ikisi də müsbət, ikisi də mənfi, ikisi də müsbət olanları biz aşağı sinifdən keçmişik. Ona görə onlara qayıtmırıq. Yəni 4 vur 2, 8 adi bildiyimiz vurmadır. Əksər, yəni 2 mənfi ədədin vurulmasına baxaq. Çünki bizə deyir, indi eyni işarəli tam ədədlərin vurulması. Məsələn, mənfi 7 vurulsun, mənfi 8. Onların modullarını vururuq. Yəni 7-ni 8-ə və müsbət olur. Yəni sadəcə onların modulları hasilinə bərabərdir. İki eyni işarəli ədədin hasili müsbət, müxtəlif işarəli ədədin hasili isə mənfi ədəddir. Yəni biz müsbəti mənfiyə vurduqda cavabımız olur mənfi. Mənfini müsbətə vurduqda yenə cavabımız olur mənfi. Müsbəti müsbətə vurduqda eyni işarəli cavab müsbət. Mənfini mənfiyə vurduqda cavabımız müsbət. Yəni ikisi müxtəlif işarəli olanda cavab mənfi olur. Eyni işarəli olanda isə cavab müsbət olur. Burada cədvəldə də göstərib. Müsbət, 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 mənfi, mənfi, müsbət, müsbət, mənfi, 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 müsbət, mənfi. İndi çalışmalara baxaq. Hasili tapın. İkisi də mənfidir deyə 21. Burada 2, 20, 16, 48, 99, 84, 84, 65, 180. Müqayisə edin. Bunun da cavabı mənfi 15 edir. Bunun da cavabı mənfi 15. Bunlar bir-birinə bərabər. Burada 20, burada isə 24. Bu daha böyükdür. Burada mənfi 24. Burada isə mənfi 28, 24 daha böyükdür mənfi. Mənfi 20 ilə burada mənfi 20 üzərinə gəl 4 olacaq. Bu da mənfi 16. Burada isə 16, 16 daha böyük. Bura mənfi 30, bu isə mənfi 32, mənfi 30 daha böyük. 16 vurulsun 4, 64. Bu isə mənfi 72, 64 daha böyük. Boş xanalara uyğun ədədləri şifahi tapın, yerinə yazmaqla. Və indi burada deməli cavabımız müsbət ədəd olmalıdır 3. Burada da 3. Burada mənfi olacaq çünki cavabımız müsbətdir. Cavabımız mənfidir deyə burada müsbət olacaq 3. Burada da 3 müsbət. Burada mənfi 5 olacaq. Çünki 2 dənə mənfi müsbət edir. Burada 0. Burada mənfi 4. Burada isə 2. Vurmanın xassələri tam ədədlər üçün ödənilir. Yəni bu yer dəyişmə. Vuruqların yerini dəyişdikdə hasil dəyişmir. İkinci qruplaşdırma. Yəni ədədləri qruplaşdırırıq. Hansı daha əlverişlidirsə onları bir qruplaşdırırıq. Digərində vurub. Paylama xassəsi, yəni cəmi hər hansı bir ədədə vuranda toplananları ayrı-ayrıqda həmin ədədə vurmalıyıq. Sıfıra istənilən ədədi sıfıra vuranda 0 edir. İstənilən ədədi 1-ə vuranda həmin ədədin özü. Yəni 5 vurulsun 0, 0-dır. Mənfi 6 vurulsun 0, 0-dır. 5 vurulsun 1 ədədin özü. Mənfi 6 vurulsun 1 ədədin özü. Mənfi vuruqların tək yaxud cüt sayda olması hasilin işarəsinə necə təsir edir? Əgər mənfi vuruqlar tək saydadırsa, hasil mənfi olur, cüt saydadırsa, hasil müsbət olur. Yəni mənfi, məsələn, mənfi 2, mənfi 2, mənfi 2, mənfi 2. Baxırıq. Neçə dənə mənfimiz var? 1, 2, 3, 4 dənədir deyə hasil müsbət olacaq. 2-ni 2-yə 4, 8, 16, yəni müsbət 16. Amma mənfi 2, mənfi 2,
mənfi 2. Burada baxırıq, mənfi işarələrimiz tək saydadır, 3 dənədir. 1, 2, 3. Ona görə cavabımız mənfi olur, mənfi 8. Yəni siz ilk öncədən işarəni təyin edin, işarələri sayın. Cüt saydadırsa cavabımız müsbət olacaq, tək saydadırsa cavabımız mənfi olacaq. Burada ilk öncə baxırıq, 3 dənə ədədimiz var deyə cavabımız mənfi olacaq. 4-ü 2-yə 8, 8-i də 3-ə 24. Yenə tək saydadır vuruqlarımız, cavab mənfi. 2, 5, 10, onu da 6-ya 60. Amma burada tək sayda ədədlər olsa da 2 dənə mənfi var. Deməli, cavabımız müsbət olacaq. Cavab da 210. Mənfi işarələrə baxırıq. 1, 2, 3, 4 dənə cavab müsbət olacaq. Cavabımız da olacaq 192. Hesablama aparmadan hasilin müsbət və ya mənfi olduğunu müəyyən edin. 2 dənə mənfidir deyə müsbət, 1 dənə mənfidir deyə mənfi, 2 dənə mənfidir deyə müsbət, 1 dənə mənfidir deyə mənfi, 1, 2, 3 dənə mənfidir deyə mənfi. Yəni cüt sayda olanda müsbət, tək sayda olanda isə mənfi. Şifahi hesablayın. Burada ilk öncə işarəmizi təyin etdik. Müsbət, 2-ni 5-ə vuraraq qruplaşdırarıq. 1, 10, 10 da 6-ya 60. 0 olduğuna görə elə cavabımız 0 olacaq. Burada isə işarəmiz mənfi olur, çünki təkdir. 25-i 4-ə vurarıq. 100, bu da 700. Yenə cavab mənfi olacaq. 2-ni də 15-ə 30. Burada 2 dənə mənfidir deyə işarəmiz müsbət. 50-ni 2-yə vurduq. 100, 18, yəni 1800. 0 olduğuna görə cavabımız 0 olur. 3 dənə mənfidir deyə mənfi. 8-i 125-ə vururuq. 1000, yəni 12-ni də 1000-ə vuranda yanında 3 dənə 0. Burada isə 2 ilə işarəni təyin edək. 3 dənə də mənfidir. 2 ilə 5-i 1 qruplaşdırarıq. 4 ilə də 25-i 1. Yəni o 2 ilə 5 10, 4 ilə 25 100, onu da 100-ə vuranda 1000. 11. Dəyişənin verilmiş qiymətli ifadənin qiymətini hesablayın. A bəndi 2 vurulsun mənfi 3, mənfi 6. B bəndi mənfi 7 vurulsun mənfi 7. 49. C'də mənfi 30 vurulsun mənfi 5, 150. D'də mənfi 3 qalır. K'nın özü də mənfi 3'dür. Vurulsun 9. 2 dənə mənfi müsbət oldu. 3 vurulsun 9, 27. Y bəndində mənfi 4 vurulsun mənfi 12, 48. F bəndində mənfi 45 vurulsun mənfi C. Rahat olsun deyə gəlin belə elə. 2 dənə mənfi müsbət olur. Yəni bu 45 vurulsun C olacaq. 45 vurulsun C'nin də yerinə mənfi 2. Bu da mənfi 90.